Azərbaycan Dövlət Dəniz Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti tədbirin qonağı Elm və Təhsil Nazirinin müavini Firidun Qurbanov olub. Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev, ölkəmizin təhsil sistemində əhəmiyyətli xidmətləri olan Firidun müəllimin zəngin pedaqoji təcrübəsi və onun dəyərli tövsiyələri haqqında danışıb. O qeyd edib ki, Ulu Öndərin Respublikamıza rəhbərlik etdiyi illərdə tələbəlikdən yüksək dövlət vəzifələrinə dək yüksələn Firidun Qurbanov Heydər Əliyevin milli təhsil siyasətinin yetirməsi olaraq bu günün tələbələri üçün bir nümunədir. Daha sonra çıxış edən Elm və Təhsil Nazirinin müavini Firidun Qurbanov ümummilli liderimizin istər dövlət quruculuğunda, istərsə də iqtisadiyyatdan mədəniyyətə qədər ən müxtəlif sahələrdə müstəsna xidmətlərindən söz açıb. O 44 günlük Vətən müharibəsinin müasir tariximizdə yeri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli qərarlarında Heydər Əliyev məktəbinin rolu, Azərbaycan əsgərinin Şuşa qəhrəmanlığı barədə fikirlərini bölüşüb. Görüşün sonunda Firidun Qurbanov tələbələrin çoxsaylı suallarını cavablandıraraq xaricdə təhsil, süni intellektin tədris prosesində rolu, dənizçilik peşəsinin dünyada və ölkəmizdə əhəmiyyəti kimi gəncləri maraqlandıran məsələlərə aydınlıq gətirib. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.